Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qırmızı Ordunun SSR Azərbaycanlı əskəri Xudaverdiyev Məmməd Fəttahoğlunun nəşinin qalıqları tapılıb. Xəbər verilir ki, 1943-cü ildə etkin düşmüş əskərin nəşinin qalıqları Smolensk vilayətinin Duxovşinski rayonundakı köhnə səngərdə tapılıb. Onunla bərabər 4 Qırmızı Ordu əskərinin qalıqları da aşkar edilib. Lakin Məmməd Xudaverdiyevin qalıqlarını onun qaşığının üstündə yazdığı ad soyadından tapmaq mümkün olub. Qeyd edək ki, 1918-ci ildə Lerik rayonunda anadan olan SSR əskərinin qalıqları Smolensk'in Ozerni kəndindəki xatirə meydanında dəfn olunacaq. İndi ondan üstündə adının baş hərfləri və soyadının yazıldığı qaşıq, dəbilqəsi və ölümündən sonra ona verilən medal qalıb. Məmməd Xudaverdiyevin əşyaları isə Azərbaycana gətiriləcək.